2005-ci ilin yanvar ayı. Los Angeles, Kaliforniya. 32 gün davam edən dəhşətli meşə yanğınları yüz minlərlə evi, yaşıl örtüyü məhv edir. Amerika Birləşmiş Ştatlarının qərb sahillərində əməlli başlı apokalipsis yaşanır. Jurnalist Kamran Qasımovun şahidi olduğu yanğınlardan bəhs edən Küldə Şərqi deyənlər sənədli filmi noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino evində tamaşaçılara təqdim edildi. Bunu elə filmin Azərbaycan premyerası da adlandırmaq olardı. Yanğın söndürmə maşınları həmin əraziyə gedir. Çünki o biri tərəfə bizi buraxmırlar, yəni medianı buraxmırlar. Gedən mediada baxın qayıdır. Və küləyin sürəti həddindən artıq çoxdur. O ki, demək, Santa Ana küləyi ilə bağlı xəbərdarlıqlar var idi. Həddindən artıq küləyin sürəti burada yüksəkdir və bu da yanğın söndürənlərin fəaliyyətinə deməli maniyə törədir və mən də bu səbəbdən sales olaraq sizə selfie çəkərək sizə buradakı mənzərəni təqdim edirəm. Nümayişdən sonra tamaşaçılar filmlə bağlı təəssüratlarını bölüşdülər. Səni daha yaxşı başa düşür o baxımdan ki, nəyi çəkmək olardı, amma nəyi çəkə bilmirsən, o problemi biz yaşayırıq və adam o yandırır, o hissi edirsən ki, daha detallı, məsəl üçün orada bu kişinin saç qırxmağı, aləm yanları, aləm dəri bir-birinə, onun o detallar ümumi planda, sən öz baxırsan və sənə aid olan kadrları görürsən, bu detallar var. O da özdə bir hekayədir. Bu çox maraqlıdır, öz aləmdə də çox rahatlıqla da saçın qırxır, yəni ümumi yanaşmada, yəni mənə ötürdüyü emosiya, dünya nə olur olsun, o adamların öz dünyası var, o adamlar öz həyatını axarına buraxırlar və davam edirlər, gedir. Amma mənim üçün önəmli tərəfi görüntülərin. Bir dəfə Meriya həmin oğuzların getdiyi yerə rədd məktubu göndərdi. Meriya qədər var ki, icazə yoxdur yəni. Fövqəladə vəziyyət, hərbi vəziyyət idi faktik olaraq. Falan aktyorun, Baldwin'in, nə bilim nəyim, ən aşırı ulduzların villaları yanıb. Onlar özlərini belə sakit apara bilərdilər. Təkcə filmlərdə deyil, jurnalistikada da istifadə olunur. Hər gün rast gəldiyimiz başlıqlar var və normal bir yanaşmadır. Yanğını çəkmək olar, yanğını söndürürlər, fədakarlıqla. Burada məqsəd qəhrəmanlıqdan ibarətdir. Küldə Şərqi deyənlər filminin rejissoru və təsvir rejissoru Kamran Qasımov, montaj rejissoru Bəkir Osmanov, qrafik dizayneri Zaur Rəcəbov, məsləhətçisi Los Angelesdə yaşayan həmyerlimiz kino rejissor Rafiq Puyadır. Küldə Şərqi deyənlər bu əvvəlcə şərtat kimi müəyyənləşmişdi, amma sonra filmin etalon adı oldu. Bu filmin əsas qayəsi 2025-ci ildə Los Angelesdə baş vermiş dəhşətli, yəni Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğınları haqqındadır. Mən çalışmışam ki, çəkdiyim televiziya reportajlarının üzərində bir film qurum. Orada elə materiallar var idi ki, məsələn, indi təbii ki, biz Azərbaycan ictimaiyyətinə tam göstərmirdik, çünki yəni xəbər prioriteti var. Amma mən nəzərə alaq ki, kinematografçıyam, rejissoram, ssenaristəm və mən qərarı aldım ki, əlimdə olan materiallardan və efirə getmiş reportajlardan, onları da hansı ki, mən hazırlamışdım, o stand-upları film edim. Onu mən kinematografik dillə çatdırım. 28 dəqiqəlik ekran işi deyək, əsas qayəsi də budur. Los Angelesdə baş vermiş yanğınlar. Və niyə biz Küldə Şərqi deyənlər deyirik? Çünki oradakı insanların və yaxud da qeyd olunduğu heç birində bədbinlik yoxdur. Onlar nikbindirlər, onlar nikbin yanaşırlar. Baxmayaraq ki, hər şeyləri yanıb, evlərini qoyub qaçıblar. Amma fikir verdisə, o filmdə o hiss olunmur. Hər bir insan, o insanların içində bir nəğmə var. Həyata, yəni həyat bitmir, həyat davam edir. Bax, budur əsas qayə. Mən o fürsətdən istifadə edib xüsusi olaraq iş adamı Azər Əskərova təşəkkürümü bildirirəm. Real televiziyasına ki, hansı ki, məhz
Real televiziyasının burada reportajlarından istifadə olunub. Mən müxbir kimi çalışmışam və eyni zamanda filmdə əməyi olan hər kəsə təşəkkür edirəm ki, bax belə bir işin ortaya çıxmasında hamımız kütləvi şəkildə belə deyək, qollarımızı çırmayıb bu işi həyata keçirmişik. Qeyd edək ki, film artıq bir sıra beynəlxalq film festivallarına təqdim edilib.